Bəqərə 230-da qeyd olunan orqazm yaşayıb, başqa bir kişi ilə cinsi əlaqə qurduqdan sonra qadın yenidən əvvəlki ərinə halal olur. Bəs şərəfi olan kişi öz arvadını başqa birinin altına salıb, onu başqa bir kişinin cinsi alətinə çevirəndən sonra onunla necə təkrar evlənə bilər? Bu sadəcə əxlaq və ləyaqətin tapdanmasıdır. Kişi öz qadınını başqasının cinsi alətinə çevirəndə onunla necə yenidən evlənə bilər? Bu, swingerlik kimi iyrənc bir davranışın təməlidir. Ailə dəyərlərinin yerinə yetirilməsi deyil, əksinə onun məhv edilməsi və şərəf anlayışının yox olmasıdır. Əgər onu üçüncü dəfə boşayarsa, bundan sonra o qadın başqa bir kişiyə ərə getməyincə ona əvvəlki ərinə halal olmaz. Yəni, əgər kişi daha əvvəl vermiş olduğu 2 talaqdan sonra üçüncü dəfə zövcəsini boşasa, qadın başqa bir kişiyə ərə getməyincə, yəni şəriətə uyğun doğru nikahla başqa bir kişiyə ərə getməyincə və ikinci əri onunla cinsi münasibətdə olmayınca, köhnə ərinə halal olmaz. Məsələn, başqa bir kişi nikah bağlamadan, kölə qadın kimi o qadınla cinsi münasibətdə olarsa, yenə birinci ərinə halal olmaz. İmam Əhməd, Ənəs ibn Malikdən Allah ondan razı olsun rəvayət edir ki, bir dəfə Peyğəmbərdən soruşuldu, bir kişi bir qadınla evli olub, sonra qadını 3 dəfə boşamışdır. Üçüncü boşanmadan sonra qadın başqa bir kişi ilə nikah bağlayır, lakin yaxınlıq etmədən kişi qadını boşayır. Bu qadın ilk ərinə halal olurmu? Peyğəmbər demişdir, xeyr, qadın kişidən, kişi də qadından ləzzət almayınca ilk ərinə halal olmaz. Əbu Hureyradan rəvayət edir, ərindən 3 talaqla boşandıqdan sonra başqası ilə evlənib cinsi əlaqədə olmadan boşanan və ilk ərinə qayıtmaq istəyən qadın barədə soruşulduqda, Peyğəmbər dedi, xeyr, ikinci əri ondan ləzzət almayınca birinci ərinə halal olmaz. İmam Əhməd Ayşədən rəvayət edir. Ayşə deyir, mən və Əbu Bəkir Peyğəmbərin salam yanında idik. Rifa əl-Qurəzinin arvadı gəlib dedi, ey Allahın elçisi, Rifaya məni 3-cü dəfə boşadıqdan və iddəm bitdikdən sonra mən Abdurrahman ibn Əzzəbirə ərə getdim. Lakin o məni qane etmir. Qadın əli ilə paltarının ucunu göstərdi. Bu vaxt Xalid ibn Səid qapıda idi. Daxil olmağa icazə verilməmişdi. Xalid eşidib Əbu Bəkrə dedi, ey Əbu Bəkr, bu qadına Peyğəmbərin yanında belə danışmağı qadağan etməyəsənmi? Peyğəmbər sadəcə gülümsədi və dedi, olmayasən Rifayəyə qayıtmaq istəyirsən. Yox, sən Abdurrahmanla yaxınlıq etməyincə Rifayəyə qayıda bilməzsən. Buxari rəvayət etmişdi. Müslimdə gələn Abdurrazəqin hədisində isə deyilir, Rifaya onu 3-cü dəfə boşamışdı. Buna görə sizin əxlaqdan danışmağa haqqınız yoxdur. Öz arvadını qaytarmaq üçün başqasının altına salandan sonra sən kimsən ki əxlaqdan danışırsan? Qurani Kərim açıq deyir. Bəqərə 230. Qadın əvvəlki ərinə halal olmaq üçün başqa bir kişi ilə yatmalı, orqazm yaşamalıdır. Buna din, buna müqəddəslik, buna şərəf deyənlər, millət, ailə, qeyrət anlayışını ayaq altına salanlardır. Ya bu ayəni qəbul edib yaşa və ərəb kimi sus, yaxud da bu ayəni rədd et və milli duruşunu qoru. Bu swingerlik deyil, bəs nədir? Əgər bu halal sayılırsa, namus da, əxlaq da bitir. Mənbələr yalandan gəlmir. Bu, dinin içindən gələn çılpaq həqiqətdir. İndi durub başqasının əxlaqını mühakimə etmə. Çünki sən artıq öz dininlə sınağa çəkildin və uduzdun.